1992-ci ildə fevralın 25-nin Elmasına gecə ermənilər Xocalıya hücuma keçdilər. Onlar axşam düşməmiş əvvəlcə BMP-lər getdilər bu dağın yol ətəyinə. Bütün hər tərəfdən bizi aldılar mühasirəyə. Elə bil gecə olardı, 11 tarih saat 11 olardı. Onlar başladılar, o yuxarıda Finsk evlər vardı. Əvvəlcə onlar vurdular, yandı. Cəmaət vahimiyə düşdülər. Bizim gücümüz onlara çatmadı. Onların texnika ilə gəlmişlər. Bizə də ov tüfəngi idi, bir də avtomat idi. Onunla müdafiə olunmaq mümkün deyildi. Biz məcbur olub kənddən çıxdıq. Duman idi, qar yağırdı. Atamdır, qardaşım oğlu. Onlar 4 nəfər şəhid oldu da, meşədə qalıblar. Onlar gəlib çıxmadı, heç məzarları da yoxdur. Mən də bu Bozdağ istiqamətində kənddən olan adamlarla gedirdim. Gedib çıxmışıq ermənin üstünə, bizi əsir götürdülər orada. Bizi gətirdilər əsgərənə, bizi döydülər, olmazın işgəncəsini verdilər. Məni döydülər, qaburğamı sındırdılar, parmağımı kəsmişdilər. Ağzımı qızıl çiftlərində çəkmişdilər məni. Qəzet, bilmirəm, haradadır o qəzet var idi. Parmağımı kəsmişdilər. Elə bir demirəm də, o bədənimi əziyyət vermişlər mənə. Orada 18 gün əsir qalmışam. Əsirlikdən bizi dəyişəndə ermənilərlə bizi dəyişdilər. Allah verdi Bağırova, Allah rəhmət eləsin o adamlıya.